Əziz kişilər, gözünüz aydın. Artıq 103 işə götürən tərəfindən ümumilikdə 213 işçiyə uşağının doğulması ilə əlaqədar 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, sözü gedən məzuniyyət müddəti uşağın doğulmasından əvvəlki və sonraki dövrləri əhatə edir. Məqsəd ailə institutunun möhkəmləndirilməsi, yeni doğulan uşağa qayğının artırılması və ataların bu prosesdə daha fəal iştirakının təmin edilməsidir. Qeyd olunub ki, işçiyə ödənişli atalıq məzuniyyətinin verilməsi barədə müvafiq əmr işə götürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Məşğulluq alt sistemi üzərindən elektron qaydada rəsmiləşdirilir. Bu isə prosesin şəffaflığını və operativliyini təmin edir. Xatırladaq ki, əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərə əsasən uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyət hüququ verilir. Bu yenilik həm işçi hüquqlarının genişləndirilməsi, həm də ailə dəyərlərinin gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.